Salam, hər vaxt xeyir olsun. Bütün tələbələrə, bütün traderlərə buradan salam verirəm. Bugün fevral ayının 25-də diaqanalizini nəzərə çatdıracağım. Hər dəfə olduğu kimi fundamental faktorlardan bir neçəsini nəzərə çatdırır. Yəni, bugün bildiyiniz kimi Avrozonalı xəbərlər var. Təbii ki, bu bazara o qədər də təsir göstərməsə də, yəni bazar axşam saat 19:00-da, yerli saat 19:00-da Amerikada çıxan Consumer Confidence, yəni istehlakçılar inam indeksi xəbərini gözləyir. Bu xəbər daha güclü hərəkət edəcək. Yəni, ola bilsin, bu xəbərə qədər bu xəbər yaxşıdırsa, ona qədər Avrodolar cütlüyü, yəni bir müddət, yəni intervensiya yolu ilə, yəni Avrozona bunu, Avropa Mərkəzi Bankı bunu yuxarı qaldırsın. Gəlin, keçək qrafiklərə, yəni hal-hazırda gördüyünüz kimi, yəni hər dəfə olduğu kimi ilk öncə biz Avrodolar cütlüyündən söhbət açırıq. Yəni gördüyünüz kimi, bu 4 saatlıq zaman intervalında grafikə nəzər salsa, görürük ki, yəni 300 punktluq yuxarı doğru, yəni uptrendi doğru hərəkətinə davam etdirir. Təbii ki, bunun məqsədi 1.3818, 1.3893 nöqtələrindən qalxmasıdır. Təbii ki, burada yuxarıda güclü müqavimət xətləri durur, yəni bu xətləri yoxlamaq istəyir. Yəni, əks istiqamətdə isə gəlməsi isə, yəni bu uptrendini əgər qırarsa, aşağıda pildavarı hərəkətlər görürsünüz, yəni 3 xət qoymuşam, yəni həftə boyu o nöqtələrə gələ bilər. Amma biraz, deyək ki, biraz çətin məsələdir, yəni aşağı doğru hərəkətlə, yəni hələ ki, ümumi tendensiya yuxarıdır. Keçək növbəti qrafikə, növbəti grafikdə bildiyiniz kimi bu söhbət funt dollar cütlüyündən gedir. Funt dollar cütlüyü də ki, yəni yuxarı doğru hərəkətlə davam etdirir. Yəni, bu da iti sürətlə yuxarı doğru hərəkət edəndən sonra, yəni korreksiyada yəni kiçik bir downtrend, yəni aşağı gələn tendensiyadır. Bu 4 saatlı zaman intervalıdır. Təbii ki, bu downtrenddən yuxarı müqavimət xəttini qırarsa, yenidən yuxarı doğru, yəni 1.6749, 68-20 nöqtələrinə qalxa bilər. Yəni, əks istiqaməti gəlsə, yəni təbii ki, bu koridorun aşağı doğru hərəkətinə davam etdirə bilər. Keçən növbəti qrafikə bu dollar-frank cütlüyüdür. Dollar-frank cütlüyü, yəni dolların düzü müddətli yəni aşağı doğru hərəkətlə davam etdirir. Buradakı hal-hazırda 0.8800-a yaxınlaşmaq istəyir. Ki, bu nöqtəni yoxlayandan sonra, ola bilsin yəni ki, eniş üst büzağına gəlib girəndən sonra yenidən yuxarı doğru hərəkətinə davam etdirə bilər. Keçək qızıla, qızıl da bildiyiniz kimi, yəni bir çox traderlərin sevdiyi cütlüydür. Yəni bu ilə çoxdan alqı-satqı edən traderlərimiz var. Yəni bu traderlərə məsləhətim oldu ki, hər dəfə kimi ehtiyatlı olmaq lazımdır. Yəni qızıl bu istiqamətdə götürüb yuxarı doğru hərəkətlə davam etdirir. Yəni bu hərəkətlə 1362-ni hədəf seçib özünə, yəni ona doğru hərəkət edir. Yəni arada korreksiyalar, aşağı korreksiyalar olar və yenidən yuxarı doğru hərəkətlə davam etdirir. Yəni 1362 nöqtəsini bu hədəfi yoxlayandan sonra aşağı gəlmək haqda düşünə bilər. Yəni, bir də traderlərə çatdırmaq istəyirəm ki, ehtiyatlı olun. Çox sağ olun.